Esselamu Aleyküm ve Rahmetullahi ve Berekatuhu. Əziz dostlar, Allah'tan qeyrisini çağırmaq olarmı? Mövzu bu haqdadır. Cəmiyyətdə bəzən Allah'tan qeyrisini çağırmaq olarmı mövzusunda mübahisələr yaranır. Gəlin görək, Quran-ı Kerim bu barədə nə deyir? Allah bu məsələni öz ayələrində çox açıq şəkildə bəyan edib. Quranda heç bir yerdə Allah'tan başqasını çağırın deyə bir əmr yoxdur. Əksinə, ayələrdən də aydın görünür ki, istər ibadət və dua məqsədi ilə çağırış, istərsə də haqq yola dəvət yalnız yücə Allaha yönəlməlidir. Bu məsələnin ən dəqiq ifadəsini Yusuf surəsi 108-ci ayədə görürük. De, bu mənim yolumdur. Mən və mənə tabe olanlar mötəbər dəlillərə əsasən bəsirətlə insanları Allaha tərəf çağırırıq. Allah pakdır, müqəddəsdir. Mən də müşriklərdən deyiləm. Bu ayə bir mənalı olaraq göstərir ki, Allaha dəvət etmək tövhidin əsası, Allah'tan qeyrisini çağırmaq isə müşriklikdir. Ayədəki bu cümlə çağırışın başqasına deyil, yalnız Allaha aid olması rükününü təsbit edir. Quran-ı Kerimin digər surələrində də eyni mesaj ardıcıl olaraq vurğulanır. 1. Duada və itaətdə yalnız Allahı çağırmaq. Quran açıq şəkildə bəyan edir ki, mənəvi sığınacaq kimi yalnız Allah çağırılmalıdır. Əl-Cin surəsi 20-ci ayədə deyilir, de, mən yalnız öz Rəbbimə dua edirəm və kimisə ona şərik qoşmuram. Ər-Rəd surəsi 36-cı ayədə deyilir, de, mənə Allaha ibadət etmək və ona şərik qoşmamaq əmr edilmişdir. Mən sizi yalnız ona ibadət etməyə çağırıram və qayıdışım da yalnız onadır. Qəsəs surəsi 87-ci ayədə deyilir, sən Rəbbinə dəvət et və müşriklərdən olma. 2. İnsanları Allahın yoluna, nura dəvət etmək, möminlərin və peyğəmbərlərin ən böyük vəzifəsi insanları hikmətlə Allaha tərəf səsləməkdir.